Gəlin sizə maraqlı bir video, bir səs yazısı təqdim edəcəm. Buradan ümid edirəm ki, bu səs eşidiləcək, yəni belə deyim. Eşidilsə çox yaxşı olardı. Bəli, salam, bəli, Vahid Qədimdir. Qardaş, o hadisə, mənlik orada heç nə yoxdur. Yəni, insan özünə qəsd edib, qısqanclıq səbəbində. Heç hadisə olan yeri, o vaxtı orada olmamışam, başqa şəhərdəydim. Eşitdim, reanimasiya düşüb, uçdum gəldim, təcil edib. Səs yetərincə eşidilirmi? Məni də saxladılar, dindirdilər, vəkil. Bu səs mənə WhatsApp-a göndərilib, yəni bunu məcbur göstərirəm sizə. Gəldi, vəkil də sağ olsun, millətdir. Nəysə, uzun çəkçəli, özünü də qəsd edib, insan məndən şahid olmadı, o deyil, yəni. Halı da yaxşı deyil, zaliyyə deyil, reanimasiyadadır. Burada mənlik nə var? Ağlım var, özünü qəsd eləməm. Qısqanc da, mahnı niyə oxudum, onun kimi klipti çəkilər, belə bir hadisə. İndi də qalmışam bu reanimasiyanın ağzında. Aydındır. Bir də zəhmət olmasa çox təcili bu fotonu götürək, çox təcilidir. Bu mövzunu qısaca olaraq işıqlandıracağım. Bu mövzu da mənə yaxşı ki, xatırladıldı. Deməli, Vahid Qədim mövzusu, işin əsli asları nədir, hörmətli izləyicilər? Zəhmət olmasa fotonu təcili verək ekrana. Ekranlarınızda gördüyünüz həmin bax bu şəxs, görə bilirik də artıq, Raya Yegorovna 1980, bəzi şeylər var ki, mən danışmıramsa onun haqqında, o demək deyil, bilmirəm. Ekranlarınızda gördüyünüz bu şəxs Raya Yegorovna, deməli 1989-cu il doğumludur. Vahid Qədimin vətəndaş nikahında yaşadığı xanım. Vahid Qədimdən 16-17 yaş təxminən deməli kiçikdir və 2 övladı var. Raya Yegorovna ilk gələn məlumat bu idi ki, bunu ilk mən vermişəm, xeyr, harada var, mən də o video qarşıma çıxıb, amma bu foto ilk məndə olub və ilk mən yayınlamışam hətta. Üzr istəyirəm. Belə bir məsələ oldu və foto, video göndərildi. Bu fotonu, videonu, ya nə də qandalı Vahid Qədimin qollarına mən vurmamışdım. Amma ola bilər ki, sonradan hansısa bir anlaşma nəticəsində belə bir qərara gəlinib, bunun da nətər deyərlər, günahı, taksiri məndə deyil və bu barədə də mən sosial platformadakı bütün kanallarında məlumat paylaşmışdım. Və bu işin əslinin də, yəni lap astarının belə nə olduğunu da bilirəm, amma danışmaq istəmirəm, sadəcə. Amma bu həqiqətdir ki, Vahid Qədim Azərbaycan meyxanasında, xüsusən də, belə deyək də, yazılı meyxana sözü biraz bəlkə də qəribə səslər, amma yazılmış meyxanaların içərisində ən keyfiyyətli işlərin sırasında, yəni Vahid Qədimin də işləri var. Yəni, mövzu budur, məsələ budur. Bax, bu qadındır, Vahid Qədimin dili ilə desək, özünü bıçaqlayan həmin o qadındır. O qadının 36 yaşı var hazırda, Vahid Qədimin isə 53 yaşı olmalıdır hazırda və artıq illərdir ki, vətəndaş nikahında yaşayırlar. Qeyd elədiyim kimi, həmin o qadının övladları da, 2 övladı var, onlar da yəni faktik olaraq Vahid Qədimin himayəsindədir. Yəni, kimsə ittiham edə bilməz, mən bu bildiyimin, əlində olan məlumatın, materialın necə deyirlər, bir qismi idi, amma bu çox qəribə bir şeydir ki, bu məsələ sonradan çıxdı. Yaxşı, deyək ki, bu hadisə belə olmuşdu. Media birinci belə yazmışdı, sonra belə yazdı. Sonradan bu videonu çəkilmək ümumiyyətlə lüzumsuzdur, yəni. Çünki bu hadisənin üzərindən bir xeyli keçib.